Demək, Azərbaycan xəritəsində eyni meridian üzərində 38 və 41 dərəcə enlikdə yerləşir. 41-dən çıxırıq 38-ini. Edir 3 dərəcə. 3-ü vururuq meridianın 1 dərəcəsinə. Eləyir 333 kilometr. Xəttdəki məsafə 66,6 santimetrdir. Həqiqi məsafə verilib. Miqyası tapdıqda 333-ü, yəni həqiqi məsafəni xəttdəki məsafəyə bölürük. Bu da edir 5. 5-in də arxasına 5-dən 0 əlavə edirik A variantı. 66-cı məsələdə deməli miqyas bərabərdir 3 milyon. 3 milyon 5-dən 0 siləndə qalır 30. 0,5 dərəcə meridian qövsü. Meridianın 1 dərəcəsi 111 kilometrdir. 0,5-i tapmaq üçün 111-ə vurarıq. O da eləyir 55,5 kilometrdir. Demək, həqiqi məsafəmiz 55,5 kilometrdir. Bəs deyir, xəritdəki məsafə nə qədərdir? Xəritdəki məsafəni tapanda həqiqi məsafəni bölürük miqyası. Bu da eləyir 1,85. 68-ci məsələ. Demək, A nöqtəsindən hərəkətə başlayan A nöqtəsi 0 dərəcə ekvator üzərində və Qrinviç üzərində, yəni 0 meridianda yerləşir. Deyir ki, hərəkət dəngəm əvvəlcə 270 azimutla, yəni qərb istiqamətində 3330 km. 3330 km bölərək 111-ə edəcək 30 dərəcə. Yəni 0-dan 30 qərbə gəlsək, 30 dərəcə qərb uzunluğuna çatmış olarıq. Sonra isə həmin bu 30 dərəcədən 0 dərəcə azimutla, yəni şimala 60 dərəcə gedib. Çünki 111-ə bölürük. 6,660-ı edir 60 dərəcə. Yuxarı gəldikdə 60 dərəcə şimal eninə çatmış olaraq. Həmin koordinatları deyir, müəyyən edin. Demək, 30 dərəcə qərb uzunluğu 60 şimal eni D variantı. Demək, Bakıdan 50 dərəcə şərq uzunluğu 40 dərəcə şimal enində yerləşir. Bakıdan 180 azimutda, yəni bu istiqamətdə 50 dərəcə, yəni Bakıdan 40 dərəcə şimal enindən 50 dərəcə cənuba gəlsək, 10 dərəcə cənub eninə çatmış olarıq. Bax bura. Sonra isə 90 azimutla, yəni bu istiqamətdə 30 dərəcə gedən müşahidəçi buradan 30 dərəcə şərqə getsə, gəlib çatar 80-ə. Məntəqənin koordinatlarını və Bakının həmin məntəqədən hansı istiqamətdə olduğunu müəyyən edin. 10 dərəcə cənub enliyi, 80 dərəcə şərq uzunluğu B variantı. İndi 72-yə baxaq. Deməli, 25 və 36 şimali enlikləri və 46 və 56 şərq uzunluğu arasında yerləşən coğrafi koordinatları sxemdə hansı sahələrə düşür? Demək, baxın, 25 və 36, bax bu 4-ünə də düşür da, çünki 20, burası 40-dır. Demək, 4-ünə də düşür. 46, 56 şərq uzunluğu, 46 və 56 şərq uzunluğu, bax bu istiqamətə düşür. Yəni 2-dən 4-ə düşür, bunlara düşmür. O zaman cavab 2 və 4. Y variantı. 73-cü məsələ. Deməli, 25 və 36 cənub enliyi, baxın, 25 və 36 həm bura, həm də bura düşür. 46, 56 isə, bax, bu 1-ə və 3-ə düşür. Bura və bura. Bura düşmür. Yəni, 46 və 56 qərb uzunluğu. Onda bunları çıxırıq. Cavab 1, 3, B variantı. 74-cü tapşırığa baxağın. Deməli, ekvator üzərində, ekvatoru çəkirik. A məntəqəsi 30 dərəcə qərb uzunluğundadır. 30-u bura yazaq. 0 bura. 30 dərəcə qərb uzunluğundadır. B məntəqəsi, bu A məntəqəsidir. B məntəqəsi A-dan 5883 kilometr şərqdədir. 5883-ü bölərək 111-ə edir 53. 53 dərəcə. Demək, B məntəqəsi A-dan şərqdədir. Demək, 30-dan
53 şərq tərəfə gəlsək, eləyir 23 dərəcə şərq uzunluğu. Bu oldu B məntəqəsi. C məntəqəsi isə 6882 dərəcə qərbdə yerləşir. Yenə bölürük 111-ə, edir 62 dərəcə. İndi isə 30-un üstə 62 gələrik, edər 92. 92 dərəcə qərb uzunluğu. C də yerləşir burada. Cavab C variantı. C variantı. 75-ci sual. Eyni meridian üzərində, hər hansı bir meridian üzərində yəni, yerləşən A, B və C məntəqələri. A yerləşir 40 dərəcə şimal enliyində. B məntəqəsi, bura A məntəqəsidir. Deməli, B məntəqəsi bundan bura A yazsaq, deməli 3885 kilometr şimalda. Bunu 111-ə bölsək, eləyir 35 dərəcə. Yəni, buradan 40 dərəcədən 35 yuxarı gəlsək, eləyər 75 dərəcə. 75 şimal enli. Bu da B məntəqəsi. C məntəqəsi isə 1665 kilometr cənubdadır. Bunu da yenə 111-ə bölsək, bu da eləyir 1665-i 111-ə böldükdə 15 dərəcə. Deməli, 40-dan 15 dərəcə cənuba bu istiqamətdə gəlsək, çatarıq 25 dərəcə. C də yerləşir burada. BC-nin yerləşdiyi koordinatları soruşur. 75 şimal enliyi və 15 şimal enliyi. Y variantı. 76-cı sual. Silindrik proyeksiyaya tərtib edilmiş dünyanın siyasi xəritəsində daha az tərifə məruz qalan ərazilər göstərən sxemi müəyyən edin. Deməli, ekvator ərazilərdə tərif az olur. Silindrik proyeksiyalarda. Baxırıq. Deməli, 75 və 85 şimal enliyi. Bu olmaz. 65-55 cənub enliyi də olmaz. 55-45 cənub enliyi olmaz. 2 və 5-ci variant ekvatora yaxın olduğu üçün həmin xəritələrdə daha az tərif olar. 2-5. Y variantı. Demək, 77. Miqyası 1 bölünsün 20 milyon olan dünyanın siyasi xəritəsində silindrik proyeksiya ilə tərtib olunmuşdur. Verilən sxemə əsasən həmin xəritələrdə hansı daha çox tərifə məruz qalan ərazilər müəyyən edilir. Baxın, çox tərif deyir. Demək, biz qütb ətrafı, qütbə yaxın əraziləri götürəcəyik. Yəni, ekvatordan daha uzaqda olanlar. Bu da 4-cü və 3-cü. 55, 65 və 55 şimal enliyi. 3 və 4. Y variantı. İndi isə 78-ci suala baxaq. Miqyası 1 bölünsün 100 min olan xəritə üçün səciyyəvi olmayan xüsusiyyətləri müəyyən edin. 100 min böyük miqyas xəritədir. Nisbəti dəqiq ölçü işləri aparmaq mümkündür. Bəli. Generalizasiya daha çox olur. Böyük miqyasda generalizasiya az olurdu. Daha böyük ərazilər təsvir olunur. Xeyr, daha kiçik ərazilər təsvir olunur. Demək, bu da səhvdir. Təriflər nisbətən az olur. Bəli. Materik okeanların xəritələri tərtib olunur. Xeyr. Relyef horizontallar təsvir olunur. Cavabı da düzdür. 2, 3, 5. A variantı. Deməli, ekvator üzərində 170 qərb uzunluğu 170 qərb uzunluğundan 7992 kilometr qərbdə yerləşən məntəqənin koordinatı, yəni bu istiqamətdə 7992-ni əvvəl bölürük 111-ə. Bu da eləyir 7992-ni 111-ə böldükdə 72 dərəcə edir. 170-in üzərinə 72 gəldikdə edir 242. 360 çevrədən də 242-ni çıxdıqda edir 118.
yəni 118 dərəcə şərq uzunluğuna gəlib çıxmış olar. Yəni ekvator üzərində. Cavab B variantı. Deməli, miqyas bərabərdir 5. 0,5 dərəcə meridian qövsü dediyi üçün 0,5-i vururuq 111-ə. Edir 55,5. Demək, həqiqi məsafəmiz 55,5 kilometrdir. Xərtdəki məsafəni tapdıqda həqiqi məsafəni bölürük miqyasa. O da 11,1. Cavab D variantı. Xəritədə Avrasiya materikini kəsməyən xətlər. Avrasiya materikini Qrinviç xətti kəsir. Sonra 180 meridian kəsir. Şimal tropikdə kəsir. Qalır 2, 4 və 5. B variantı. Xəritədə Afrika materikini kəsən xətlər. Qrinviç xətti kəsir. Şimal tropik xətti də kəsir. Cənub tropik xətti də kəsir. Qalır 2, 3, 6. 2, 3 və 6. Sualda mən kəsməyən tapıram. Kəsəni soruşur. 1, 5 və 4. 1, 4, 5. C variantı. 11-ci sual. Demək, miqyas bərabərdir 5 dənə 0 sildikdə qalır 500. Birinci xəritdə A və B məntəqələr arasındakı məsafə 82 santimetrdir. Xərtdəki məsafə 82. Həqiqi məsafəni tapırıq. Demək, 500-ü vururuq 500-ü vururuq 82-yə. 41 min. Demək, bu bizim həqiqi məsafəmizdir. İkinci xəritədə isə həmin məsafə. Demək, xərtdəki məsafə 205 santimetrdir. Miqyas bərabərdir. Yenidən 41.000-i bölürük 205-ə. Bu da eləyir 200. Demək, ikinci xəritənin miqyası və hansı qrupa aid olduğu. Təbii ki, arasında 5 dənə 0 ələ biləcək. A variantı kiçik miqyas. Xəritənin coğrafi əsasına aiddir. Deməli, riyazi əsası dedik, hesablama olanlardır. Məsələn, koordinatlar, dərəcə toru, miqyas. Miqyas. Buradan qələmi götürməmişəm, unutmuşam. Demək, o zaman qalır 1, 5 və 2. 1, 2, 5. C variantı. 87-ci sual. Dünyanın fiziki xəritəsində müəyyən etmək mümkün deyil. Məntəqələr arasında yerli vaxt fərqini etmək olar. Məntəqənin coğrafi koordinatını ekvatordan məntəqəyə qədər olan məsafəni çayın enini və dərinliyini təbii ki, enini necə hesablaya bilərik? Bu səhvdir. Okean cərəyanlarda zaten fiziki xəritədə görünür. Cədvəldə Azərbaycanın müxtəlif miqyaslı xəritələri Bakı və Astara şəhər arasındakı ən qısa məsafə santimetrlə verilmişdir. Hansı xəritənin miqyası daha böyük olar? Xəritədəki məsafəsi hansı böyükdürsə, təbii ki, o olacaq. Demək, cavab 2. 32-ən böyük olduğu üçün 2-ni götürürük. Deməli, 89. Eyler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. Kartometrik təhlil, vizual təhlil. Deməli, kartometrik təhlil dedik ki, hesablama olanlardır. Məsələn, dərəcə toruna görə məsafənin hesablanması. Bu, təbii ki, hesablama var, bir aiddir. Bitki və heyvanat aləminin müxtəlifliyin təyin olunması. Yəni, biz bunu görərək təyin edirik. O zaman 2 aiddir vizual təhlilə. Əhalinin ərazi üzrə yerləşməsinin müəyyən edilməsi. Yəni, biz bunu da yenə görüb müəyyən edirik. Azimut və istiqamətin təyin edilməsi. Burada biz hesablama işləri aparırıq. Hər ikisi kartoqrafik tədqiqat metodudur. 5-i ortaya yazırıq. Coğrafi xəritələrdən məlumat əldə olunur. Bəli, hər ikisindən məlumat əldə olunur. D variantı. Eyler-Venn diaqramına əsasən uyğun bəndi müəyyən edin. Demək, ekvator boyu ərazilərdə tərif olunur.
Bu aiddir silindrik proyeksiya. Paralel meridianlar düzbucaq altında kəsişir. Bəli, bu da aiddir silindrik proyeksiya. Paralellər qövsvarı şəkildə olur. Bu aiddir konusa. Toxunma xəttində təhrif olmur. Bu hər ikisinə aiddir. Yəni silindrində toxunma xəttində, burada isə 60 dərəcə şimal enində toxunma xəttində təhrif olmur. Deməli, üçüncü aiddir hər ikisinə. Deməli, toxunma xəttində təhrif olmur. Toxunma xətti dördüncüdə yazılır. Mülayim enliklərdə yerləşən ərazilərin xərtlərinin tərtib olunmasında istifadə olunur. Bu isə aiddir konusa. Demək, 3, 5, 1, 2, ortaq cəhət 3. C variantı.